Dünyada yəni ki, viral oldu. Hər kəs etiraz elədi. Pinqvini hər kəs önəmsədi. Körpələrin, uşaqların yiyəsiz o qalmağı, acılıqdan, susuzluqdan ölməsi isə o dünyanın heç vecinə olmur. Bu videoda sizlərlə o çox mühüm, o dünyamızı maraqlandıran o bir mövzu haqqında söhbət eləmək istəyirəm. O bir ara hər biriniz o şahid olmusunuz ki, o bir pinqvin o o məyus halda, o kimsəsiz halda öz sürüsünü tərk edərək kədərli halda irəliləyir və sonda o yəni həmin o pinqvini ölü tapılır. Hadisə o videolar altına o bir qeydə alındı və dünyada yəni ki, viral oldu. Hər kəs etiraz elədi. Pinqvini hər kəs önəmsədi. Yəni o niyə elə elədi? Onun bütün həyatı haqqında o belə videolar düzəltdilər o bəzi o kanallar. Amma mən burada pinqvin haqqında söhbət eləməyəcəm bu videoda. Mən bu videoda daha o dramatik, insanlığı fikirləşdirən, daha doğrusu insanlığı unutduran o bir tema haqqında sizlərlə müzakirə aparmaq istəyirəm ki, yəni o dövrümüzdə müharibələr, yəni ki, o şərq ölkələrində o davam edir. O minlərlə uşaq ölür, o kimsəsiz o qalır. Bir qəfil bir o bombanın o düşməsi ilə neçə o canlar gedir. Məyus, o kimsəsiz o qalan uşaqlar olur. O günahsız o körpələr ölür. O həmin o pinqvin o kimi, o kimsəsiz o qalan, o valideynləri, o tanıdıqları, bütün ailəsi o bombada, o bir hücumda o həlak olan uşaqlar var. O körpələr var ki, onların o 4-5 yaşı olar, bir 6 yaş olar uzaqbaş. Yəni uşaqlar da o kimsəsiz o qalırlar, yiyəsiz o qalırlar. Bir tikə o yemək üçün demək ki, möhtac olur. Yəni ki, o bir tikə o yeməyə onlar möhtac olurlar. Ancaq maraqlısı odur ki, bu hallar da videolar çəkilir və yayımlanır. İnsanlıq isə bu hala heç bir etiraz eləmir. Yəni o bir pinqvinin yiyəsiz o qalmasına, sürüsünü o tərk edərək ac qalıb ölməsinə bütün o dünya ayağa o qalxır, etiraz eləyir. Ancaq insanların, o şuurlu, ağıllı insanların, yəni ki, o pinqvin şuursuzdur. Ancaq şuurlu insanların həlak olmağı, yəni o şuurlu bir insan olan o körpələrin, uşaqların yiyəsiz o qalmağı, acılıqdan, susuzluqdan ölməsi isə o dünyanın heç vecinə olmur. Yəni həmin o bloqerlər, həmin o yəni ki, ego qapan insanlar, o bircə pinqvinə o görə bu boyda etirazlar eləyirlərsə, o niyə axı o yiyəsiz o körpələr o görə, o yəni ki, müharibədə o həlak olmuş uşaqları o görə etiraz eləmirlər. O niyə həmin uşaqlar o görə bir etiraz o bayraq o qaldırmır, onlar o paylaşmır. Artıq o müharibəyə o son o demir. Bunu insanlıq axı o niyə eləmir? Çünki o bizlər egoya o qapılmışıq. Ego nədir? O zehinsel o bir virusdur. Bu mənimdir, o mənlik o duyğu. Sanki ego mənliyin insana o necə deyim, hopmuş bir illüziyasıdır ki, burada bir o qorxu yatır. Yəni o pinqvini etiraz eləmək olar. O pinqvini heç kim sürüsünə ayrılmağa, o gedib ölməyə o bir məcburiyyət eləməyib. O özü o qərar orada verib. Ancaq insanlar isə yəni ki, müharibəni edənlər, müharibəni yaradanlar, bunlar var yəni. İnsanlar həmin o videolara etiraz eləməkdə çəkinirlər ki, birdən nəsə olar onlara. Onun üçün də şuursuz, ağılsız o pinqvinə, o digər heyvanların o yiyəsiz o qalıb, ac qalıb ölməsinə etiraz eləməkdənsə, o şuurlu insanın, canlı bir varlıq olan, o şuurlu, o dünyanın o dəyişməyə hədəflənmiş insanların kimsəsiz, o yəni heçsiz, o susuz, acsız ölməsinə etiraz eləmək lazımdır. Əgər insanların bu dramatik halını o paylaşıb etiraz eləmirsinizsə, o müharibəyə o son o demirsinizsə, xahiş edirəm heç kim o pinqvinə o görə üzülməsin. Çünki bu yalan bir üzülmədir. O bir o trend olmaq üçün o bir edilən o bir o yəni hərəkətdir. Xahiş edirəm bu eqonu o nəzərə alaq. O bütün o yəni ki, o bioloji viruslar o qarşı antivirus
o bizlər insanlıq olaraq o yaratmışıq və istifadə edirik. O bütün o bioloji yəni viruslara, yəni ki, o COVID-19 da oldu. Ona belə hər bir o virusa, o biologiyada biz o bir çarə tapırıq. Ancaq o neçə min illərdir ego virusuna, o zehinsel bir virusa o bir müalicə tapmırıq. Onun müalicəsi o nədir? O deyim sizə. Onun müalicəsi aydınlanmaqdır. İnsanlığı dərk eləməkdir. O kütlə psixologiyasından o çıxmaqdır. Özün ola bilməkdir. Mənimdir o söyləməkdənsə, o bu insanlığındır o o bilməkdir. O bu həqiqətləri o dərk etməkdir. Bu həqiqətlərə əməl etməkdir. Təəssüflər olsun ki, o bir çox insan bunlar o görməzdən o gəlir və bir cansız bir yəni ki, bir o maket kimi onun özünün həyatını sürür. Ona görə də artıq o dəyişmək vaxtıdır. Pinqvinin, aslanın, başqa bir heyvanın o yiyəsiz, susuz, açız ölməsini o dramatikləşdirməkdənsə müharibələrdə ölən və yiyəsiz o qalan o körpələr, o günahsız insanlar o dramatikləşdirmək və o bu hala etiraz eləmək o lazımdır. O bizlər o yüksək bir şüura, zəkaya malik insanlarıq, amma o yoluxduğumuz o zehinsel o virus ki o var, o bizi bunları o görməzdən o gəlir. Əziz, o videonun sonuna o gəldi. Məgər videonu o bəyəndinizsə, o bəyənməyi və abunə olmağı və o mənə rəylərdə fikirlərinizi o yazmağı unutmayın. Hər birinizi o cavablandıracağam və yenə o təkrarlayıram. Ego virusundan uzaqlaşmalı və insanlığımızı xatırlamalıyıq.